Bir küsülü, bir barışıq olan müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında növbəti gərginlik yaşanıb. İki sahili məlumatına görə rəngarəng verilişinə müsahibə verən Vəfa Şərifova "Mən borcluyam, kimin saat gününə gəlib. Gəlmirəm deyə mən söyülməliyəm. Mən o saxtakarlığı edə bilmərəm. O müğənni ilə mənim söz-söhbətimi bütün ölkə bilir. O deyilən sözlərdən, yaşanan hadisələrdən sonra necə onu təbrik edə bilmərəm? Mən onu təbrik etməsəm, güya nə dəyişəcək ki?" deyə açıqlama verib. Qeyd edək ki, Şəbnəm Tovuzlu onun ad günü dəvətnaməsi qəbul etmədiyinə görə dəvətnaməni parçalara bölmüşdü. Xatırladaq ki, bir müddət əvvəl Şəbnəm Tovuzlu Vəfanın uzun illərdir onun hesabına reklam olunduğunu dilə gətirmişdi. Yəni də cırırlar. Yəni bunu reklamdır, göz görəsi reklamdır. Məni qatmayın, qoşmayın o reklamlara. Bilirsiniz necədir? Bu zəiflik göstərər o addıma. Düzgün değildi də. Yəni ona da yaraşmayan bir addım idi. Canlı yayımda kürsüdə olduğu müğənninin qonaq çağırırsan, orada dəvətnaməni cırırsan. Yəni ona da lazım deyil bu. Vallahi yaxşı görünmür, yaxşı bir şey.